Klasik şərq şeirinin geniş yayılmış janrlarından biri də mərsiyədir. Mərsiyə yarandığı vaxt qəsidənin bir növü hesab olunurdu. Ərəb dilində "rasə" oxşayıb ağlamaq kökündən yaranmış bu söz Azərbaycan dilində ağı mənasında işlənmişdir. Mərsiyənin görkəmli nümayəndələri kimi cahiliyyət dövründə yaşamış qadın şairə Xənsanı göstərmək olar. Xənsa qardaşları Səxir və Müaviyə döyüşlərdə, qəbilələr arası vuruşmalarda öldürüldükləri üçün onlara mərsiyələr yazmışdır. Sonralar İslamı qəbul edən Xənsa, Peyğəmbərin əmisi Seyyid-i Şühəda Həmzəyə aid mərsiyə yazmışdır və o mərsiyə Həzrəti Həmzənin bacısı Səfiyyəyə müraciətlə "Ey Səfiyyə, qardaşın üçün ağla" sözü ilə başlayırdı. İslam dövrü şairlərindən də Kəb ibn Malik, Həssan ibn Sabit mərsiyələr yazmışlar. Daha sonralar mərsiyə janrı şərq ədəbiyyatında, fars dilli şeirdə, Azərbaycan dilli şeirdə də işlənmişdir. Alban hökmdarı Cavanşirin ölümünə Davdağın həsr etdiyi qəsidə mərsiyə də məşhurdur. Həmçinin qədim türk dastanlarından olan Alper Tonqa dastanında da Alper Tonqaya aid bir mərsiyə vardır. Mahmud Kaşğari Divan-ı Lüğət-i Türk əsərində həmin mərsiyəni təqdim edir. Alper Tonqa öldümü? İşsiz ajun kaldımı? Ödlek öcün aldımı? Emdi yürək yırtılır. Təzkirələrdən və bəzi tarixi mənbələrdən gəlib çatan məlumatlara görə ilk mərsiyə Adəm Peyğəmbər tərəfindən oğlu Habilin ölümünə aiddir. Ərəb dilli mənbələrdə verilən həmin mərsiyəni sizə təqdim edirik. Təğəyyərətil bilədu və mən aleyhə fəvəçül ardı muğbərun qabihu təğəyyərə kullə zi ləvnin və ta'min və qallə və şəşətil vəçid sabihu Əhabilu in qutiltə fə in qalbi aleykel yevmə muqtaibu qarihu və qatələ qabilu Habilən əxəhu fəfə əsəfən aləl vəçil məlihu və yə əsəfən alə Habilə ibni qatilən qad tədəmmənəhul darihu. Həzrəti Adəm oğlu Habil qardaşı Qabil tərəfindən qətlə yetirilərkən belə bir mərsiyə söylədi. Həzrəti Əli əleyhissalam bir şamlı kişinin ilk mərsiyə müəllifi kimdir sualına Həzrəti Adəm tərəfindən oğlu Habil üçün söylənilən mərsiyə olduğunu söylədi. Mərsiyənin tərcüməsi belədir. Düzü dünya və onun üzərində olan hər bir şey dəyişdi. Yerin üzəri çirkin bir toz bağladı. Hər bir dadlı təamlar və rənglilər dəyişildilər. Aydın üzün parlaqlığı itdi. Habil, sən öldürüldün və mənim qəlbim bugün sənin üçün pərişan və hüzünlüdür. Qabil öz qardaşı Habili öldürdü. Heyf olsun o gözəl üzə. Heyf olsun mənim oğlum Habilə ki, artıq onu qəbir öz qucağına almışdır.